Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ABC Akademiyanın yeni sınaq toplusundan 27-ci sınağın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. İlk dəfə quruda yaşayan onurğalıların yarandığı geoloji dövrdə baş vermişdir. İlk dəfə quruda yaşayan onurğalılar nə zaman yaranmışdı? Devonda yaranmışdı. Demək, bizdə Devonda baş verən proseslər lazımdır. Qatırquyruqlar meydana çıxırlar. Bəli, elə budur. Qatırquyruqlar Devonda meydana çıxırlar. Amma digərlərinə də baxaq. Trilobitlər geniş yayılıblar. Trilobitlərin geniş yayılması Kembriydədir. Yəni bu deyil, yəni uyğun cavab. C-də deyir ki, göbələklər quruya çıxırlar. Göbələklər Ordovikdə quruya çıxmışlar. Qan damar sistemi, metl orqanlar sistemi proterozoida yaranmışdır. Planların ağac boz formaları meydana çıxmışdı. Bu da silurda baş vermişdi. Yəni cavablar içərisində elə A bəndi uyğun cavabdır. Verilən şəkil haqqında hansı fikir yanlışdır? Demək, burada arquşun cinsinin müxtəlif növləri təsvir olunmuşdur. Arquşunun növləri təsvir olunub deyir. Bizdən də yanlışı soruşur. Bu doğrudur. Coğrafi növmələ gəlmədə meydana çıxıblar. Xeyr, bunlar coğrafi deyil, ekoloji növmələ gəlmədə meydana çıxıblar. Yəni qidaya ixtisaslaşma ilə əlaqədar bunların müxtəlif növləri yaranmışdı. Bu yanlışdır. Ona görə 4 fərdi həşəratlarla qidalanır. Bəli, 4 fərdi həşəratla qidalanır. Bir dənə çəkirli arquş isə eynyarpaqlı ağacların toxumları ilə qidalanır. Ona görə bu da doğrudur. Bil cinsinin nümayəndələri, bəli, arquşu cinsinin nümayəndələri qidai ixtisaslaşma ilə əlaqədar yaranmışlar. Bəli, yəni qidai ixtisaslaşma ilə əlaqədar bunların müxtəlif növləri meydana çıxmışdır. Bu da doğrudur. Üçüncü suala baxaq. İnsan 4 ədəd dizentri əmöbinin hissəsini uzmuşdur. Həzm sistemində sistadan çıxan əmöblərin hər biri 2 dəfə bölündükdən sonra yenidən insanı tərk etmişdilər. İnsanı tərk edən sistalarda cəmi neçə nüvə olardı? 4 ədəd demək sista udub. Hər bir sistadan 8 fərd çıxıb. Bu da eləyir 32 fərd. Onlar da 2 dəfə bölünmə keçiriblər. 64 və 128 demək fərd yaranıb. Həmin fərdlər də, yəni 4 nüvəli sistem mərhələsində insanı yoluxur və insanı da tərk eləyəndə yenidən 4 nüvəli sistem mərhələsinə tərk eləyir. 128 dənə fərd yaranır və hər biri də 4 nüvəli sistem mərhələsində insanı tərk eləyir. Demək, neçə dənə nüvə olub? Sistalarda cəmi 512 nüvə olub. 512 də A bəndində verilmişdir. Aybaşı siklinin hansı faza və fazalarında follikulların yetişməsi prosesi gedir? Aybaşı sikli 3 fazadan ibarətdir. Birincisi aybaşı fazasıdır, sonra aybaşdan sonraki faza və nəhayət ovulyasiyadan sonra sarıçın fazası. Sarıçın fazasında müəyyən hormonlar əmələ gəlirdi. Həmin hormonlar növbəti follikulun yetişməsini ləngidirdi və hamiləliyi üçün müəyyən bir hazırlıq görürdü uşaqlıq divarında. Qan damarlarını zənginləşdirirdi və s. Demək, hamiləlik baş tutmadıqda uşaqlığın selki qişası qorxu tökülürdü və xaric olurdu. Yəni, bu da baş verirdi aybaşı fazasında. Buradan belə çıxır ki, artıq sarıçın fazası bitəndən sonra növbəti follikul yetişə bilər. Sarıçın fazası da 14-28-ci günlər arasında davam edirdi. 14-28-ci günlər arasında sarıçın fazası davam edirdi. Növbəti follikulun yetişməsini ləngidirdi. 28-ci gündə müəyyən proseslər başlayırdı, uşaqlığın selki qişası qorxu tökülürdü və bundan sonra isə aybaşdan sonraki fazalarda isə növbəti follikulun yetişməsi baş verirdi. Deməli, hansı fazalarda oldu bu? Birinci və ikinci. Birinci, ikinci də bu da A bəndindən verilmişdir. İnsan sidik vasitəsilə zülal qan formalı elementlərini itirir. Bunun ən çox ehtimal olunan səbəb nədir? İnsanın sidiyinə bu maddələr hardan keçə bilər? Bu maddələr insan sidiyini süzülmə zamanı kapsulun divarına keçə bilər. Kapsulun divarına bu maddələr keçirlər. Normalda keçməməlidirlər, amma keçirlər. Yəni, bu onu göstərir ki, kapsulun divarında bir zədələnmə var. Və kapsulun divarına keçən bu maddələr, məsələn, ümumiyyətlə qan plazması ilə ilkin sidik bir-birlərindən fərqlənirdi. Fərqləndiyi də, demək ki, yağları idi, sonra glikogen idi, qanın formalı elementləri idi, sonra zülallar idi. Bunlar ilkin sidikdə olmamalı idilər. Əgər olublarsa, artıq kapsulun divarında zədələnmə var. Və keçən bu maddələr, ümumiyyətlə biz bilirik ki, faydalı maddələrin bir hissəsi qıvrım kanalcıqlardan geriyə sorulur. Amma indi bunlar geriyə sorula bilməyəcəklər. Normalda sorulmamalıdırlar. O zaman sorula bilərlər ki, artıq qıvrım kanalcıqlarının da divarında bir zədələnmə olsun. Və geriyə sorula bilmədikləri üçün biz bunları son sidikdən xaric edəcəyik.
Demək, problem harada idi? Problem elə bu maddələrin qandan sidiyə keçdiyi yerdə, yəni kapsulun divarında idi. Bu onu göstərir ki, kapsul divarı zədələnib. Kapsul divarı da harada zədələnib? C bəndində. Burada qədərbənzər kapilyarların zədələnməsi. Bəli, kapsul divarında bir zədələnmə var. Yaxud ki, kapilyarların divarında bir zədələnmə var ki, bunlar demək keçiblər bu maddələr ilkin sidiyin tərkibinə. Sonra 6-da deyir ki, prokaryotların törətdiyi xəstəliklərdir. Prokaryotlar hansı canlılar idi? Bakteriyalar və demək göy yaşıl yosunlar. Demək, bakteriyalar tərəfindən törədilmiş xəstəliklər tapacağıq. Təbii bakteriyalar tərəfindən törədilmir. Viruslar tərəfindən törədilir. Liamblioz ibtidai heyvanlar tərəfindən törədilir. Sibir yarası, bəli, bunu götürəcəyik. 4-də qaran yatalağı verir. Bəli, bakteriyalar tərəfindən törədilir. Amebiyaz əməb tərəfindən törədilir. İbtidai heyvandır, götürməyəcəyik. Leishmanioz da deyil, çünki leishmaniya tərəfindən törədilir. Bu da deməli ibtidai heyvandır. Ona görə 3 və 4-ü götürəcəyik. 3 və 4 də D bəndində verilmişdir. 7-ci sualda deyir, verilmiş qida şəbəkəsində ot bitkisinin üzərinə 200 N kilojol enerjinin 200 N kilojol günəş enerjisi düşüb. Enerjinin minimum neçə kilojolu qartalın bədəninin qurulmasına sərf olunur. Bitkinin üzərinə 200 N kilojol enerji düşüb. Bitki də üzərinə düşən günəş enerjisinin 1%-dən istifadə edərək fotosintez edəcək. Yəni 200 N-in 1%. Yəni %1 nə deməkdir? 2N. Artıq demək 2N-lə deməli özü üçün üzvü maddələr yaradacaqdır. Yəni otda toplanan enerji 2N olacaqdır başqa sözlə. Və bu enerjinin də bu 2N-in də qartala minimum nə qədər keçməlidir? Minimum deyirsəm, enerjinin keçməsi nə qədər idi? 5-20% keçirdi. Minimum dediyinə görə biz 5% götürəcəyik. 5%. Həmçinin də burada biz qartala çatana qədər ən uzun qida zəncirini götürəcəyik. Demək, ot bitkisindən qartala müxtəlif qida zəncirləri gedir burada. Məsələn, bu zəncirdə gedir, nə bilim, sonra burada məsələn, bu zəncirdə gedir. Biz burada elə bir zəncir götürməliyik ki, burada ən uzun zəncir olsun. Məsələn, baxaq, bu zəncir ən uzun zəncir ola bilər. Yəni, burada artıq konsumentlərin sayı daha çoxdur. Yaşından işarə elədiyimiz zəncirdə. İndi baxaq. Deməli, 2N günəş enerjisi var, yəni daha doğrusu 2N enerji var ot bitkisində və 20%, yox daha doğrusu 5%, 20-də 1 hesabı ilə hesablamamızı aparaq. O zaman ot bitkisindən buradakı bu çəyirtkəyə də səvilərimizdə bu çəyirtkəyə nə qədər enerji keçəcək? Baxaq, 2N-in 20-də 1. 2N-in 20-də 1. Demək, bu nə qədər deyiləm? Bu 2N bölünsün 20 və yaxud da ki, başqa sözlə N bölünsün 10 deməkdir. N bölünsün 10 qədər buna keçdi. N bölünsün 10 qədər. Bundan da indi bu quşa keçməlidir. Quşa nə qədər keçəcək? Yenə də bunun 20-də 1. İndi bu dəfə N bölünsün 10 buydu. İndi N bölünsün 10-un 20-də 1-i keçməlidir. Bu nədir? Bu da N bölünsün 200 deməkdir. N bölünsün 200. Daha doğrusu N bölünsün 200. İlana yenə də həmçinin bu enerjinin 20-də 1-i keçməlidir. Bu da N bölünsün 4000 deməkdir. İlana keçən N bölünsün 4000'dir. Buradan da qartala keçən N bölünsün 4000'dən də qartala keçən yenə 20-də 1'dir. Bu da N bölünsün 80.000 deməkdir. N bölünsün 80.000, yəni C bəndində verilmiş cavab, uyğun cavab olacaq. Yəni qartala keçən enerji C bəndində verilmiş, yəni N bölünsün 80.000 enerjisi minimum enerjidir. Sonra X canlısı hansı ola bilər? X canlısına baxaq. X canlısı axşam, yəni gecə saatlarında oksigeni atmosferdən alır. Amma gündüz, yəni gün işıqlı vaxtında həm deməli atmosferə oksigeni qaytarır, həm də atmosferdən oksigeni alır. Atmosferdən oksigeni alır o deməkdir ki, tənəffüs edir. Atmosferə oksigeni qaytarır o deməkdir ki, yəni fotosintez edib atmosferə oksigeni qaytara bilər gündüzlər.
Bu hansı canlıdır? Fotosintez edən canlı. Cavablar içərisində biz görürük ki, yaşıl evqilena var. Yaşıl evqilena da fotosintez edən bir canlıdır. Ona görə oksigenin istiqaməti gündüzlər hər iki istiqamətdədir. Digərləri isə uyğun cavablar deyil. 9-da. Şəkildə soxulcanın önə doğru hərəkət edilərkən bədən quruluşu təsvir edilmişdir. Buna əsasən aşağıdakı fikirlərdən hansı doğrudur? Deyir ki, 1-də 2 rəqəmi ilə verilən hissədə həlqə və əzələlər yığılır. 2 rəqəmi ilə verilən hissədə həlqə və əzələlər yığılmır. Həlqə və əzələlər yığılsaydı bədən nazikləşərdi. Uzun əzələlər yığılıb və bədən qalınlaşıb. Ona görə bu yanlışdır. 2-də deyir ki, 1 rəqəmi ilə verilən hissədə həlqə və əzələlər yığılıb. Bəli, doğrudur. Həlqə və əzələlər yığılıb, bədən nazikləşib və uzanıb. 3 rəqəmi ilə verilən hissədə həlqəvi və uzun əzələlər yığılır. Həlqəvi və uzun əzələlər yığılır. Xeyr, burada həlqə və əzələlər yığılıb. Uzun əzələlər yığılmayıb. Uzun əzələlər yığılsaydı bədən qısalardı. Yanlışdır. 4-də deyir ki, 2 rəqəmi ilə verilən hissədə uzun əzələlər yığılır. Bəli, uzun əzələlər yığılıb, bədən qısalıb, amma qalınlaşıb. 5-də deyir ki, 3 rəqəmi ilə verilən hissədə uzun əzələlər boşalıb. Uzun əzələlər bəli boşalıb. Həlqə və əzələlər yığılıb. Burada hansı cavablar deməli düz oldu? 2 düz oldu, 4 düz oldu və 5 düz oldu. 2, 4, 5 bu da verilmişdir B bəndində. 10-cu sualda ribosomun funksional mərkəzində maksimum və minimum neçə nukleotid yerləşə bilər? Ribosomun funksional mərkəzində 2 triplet olur və ribosom funksional mərkəzində olan tripletlər RNT-nin tripletlərdir. Yəni RNT nukleotidlərindən təşkil olmuşdur. RNT-nin də 4 növ nukleotidi var: adeninli, guaninli, sitozinli və urasilli. Əgər bizə desə ki, maksimum sayda nukleotiddən təşkil olunub, biz bütün növ nukleotidlərdən istifadə edəcəyik. Məsələn, belə bir tripletlər yazaq. Məsələn, birində olsun AG, məsələn C, digərində də olsun, tutalım UCC. Görürük ki, burada 4 növ nukleotidin hər biri iştirak edib. 2 tripletdə. Amma minimum sayda desə, biz tripletdəki bütün nukleotidləri eyni növ nukleotid götürməliyik. Məsələn, götürək hamısını AA. Eyni nukleotiddən təşkil olunub. Bu zaman maksimum 4 və minimum 1 dənə növ nukleotiddən təşkil olunub. 4, 1 bu da D bəndində verilmişdir. Cədvələ əsasən x-y ifadəsinin qiyməti 42 olarsa, bu hidraların əmələ gəlməsində iştirak edən qametlərin sayı neçə olur? Şirin su hidralarında olan maksimum simmetri oxlarının sayı. Şirin su hidrasının simmetri oxları, daha doğrusu simmetriyası şualı simmetriyadır. Simmetri oxları ağız dəliyi ətrafında olan qolcuqların sayına görə müəyyən olunur. Şirin su hidrasında ağız dəliyi ətrafında 5-12 qolcuq var. Əgər bizdən minimum simmetri oxlarının sayı soruşulursa, minimum sayda qolcuğa görə tapacağıq, yəni 5. Maksimum isə maksimum sayda qolcuğa görə, yəni 12-yə görə tapacağıq. Şirin su hidralarının sayını bilmirəm. Amma bu hidralarda olan maksimum simmetri oxlarının sayını tapmaq istəsəm, maksimum simmetri oxlarının sayı 12 idi. O zaman x-in qiymətin 12 vurulsun. Məsələn, şirin su hidrasının sayını bilmədiyim üçün n ilə işarə edirəm. 12 n şəklində götürə bilərəm. Minimum simmetri oxlarının sayısı isə 5 vurulsun n şəklində, yəni 5 n kimi götürə bilərəm. O zaman 12 n çıxma 5 n bərabərdir 7 n olacaq. 7 n də 42-yə bərabərdir. Buradan belə çıxır ki, n-in qiyməti 6-dır. Deməli, şirin su hidralarının sayı 6-dır. Deyir ki, bu hidraların əmələ gəlməsində iştirak edən qametlərin sayı neçə olur? 6 dənə hidradır və qametlər deyilsə cinsi çoxalmadan söhbət gedir. Hidranın cinsi çoxalması zamanı bir ziqotdan bir dənə fərq çıxır. Əgər 6 dənə hidradan söhbət gedirsə, bunların yaranmasında 6 ziqot iştirak edir. Və hər bir ziqot 2 qametdən yaranır. Ona görə də 6-nı vururuq 2-yə və deyirik ki, 6 ziqotun yaranmasında 12 qamet iştirak edib. 12 də bu B bəndində verilmişdir. B cavabı burada uyğun cavabdır. Verilən qurdlardan hansı inkişaf sikli zamanı insanın həm böyük həm də kiçik qan dövranında olur? Böyük və kiçik qan dövranında. Burada işimizi asanlaşdırmaq üçün biz baxmalıyıq ki, hansı qurdlar insanın ağciyərinə gəlib çıxır. Ağciyərinə çünki qurdlar qan dövranı ilə gəlir. Qan dövranından ağciyərə gəlirsə, bu deməkdir ki, bunun kiçik qan dövranında olur. Gəlin qurdları bir-bir nəzərdən keçirək. Birincisi exnikok. Exnikok insanda, yəni insan exnikokun arağı sahibidir və insanın müxtəlif orqanlarında, o cümlədən də ağciyərinə qovuqlar əmələ gətirir. Əgər exnikok ağciyərdə qovuq əmələ gətirirsə, ağciyərə necə gəlib çıxa bilər bu? Ağciyərə insanın kiçik qan dövranından gəlib çıxa bilər. Həmçinin də insanın kiçik qan dövranına hardan gəlmişdir? Ürəkdən gəlmişdir. Ürəyə necə gəlmişdir? Ürəyə bağırsaq divarından qana keçməklə gəlmişdir. Əgər bağırsaq divarından qana keçirsə, həm də böyük qan dövranında olur deməkdir bu. Demək necə oldu? Exnikok böyük qan dövranından oldu, bağırsaq divarından qana keçdi.
Qanla da gəlirdi ağciyərlərə. Oradan da bilirik ki, qanla ürəkdən ağciyərə gəlibsə, bu kiçik qan dövranında olur. Deməli, həm böyük, həm də kiçik qan dövranında ola bilər. Ona görə də biz biri götürürük. Bir dəqiqə. Biri götürürük. İkiyə baxaq. İkidə insan askəlit verir. İnsan askəlit də deyirdi ki, demək, bağırsaq divarından keçirdi qana və həmçinin də gəlirdi ağciyərlərə. Ağciyərlər də öskürəyə səbəb olurdu. Ağciyərə gəldisə, demək, bu ürəkdən ağciyərə gəlib. Necə gəlib? Kiçik qan dövranına gəlib. Ürəyə necə gəlmişdi? Bağırsaqdan qana keçməklə. Deməli, həm də bu göstərir ki, həm böyük, həm də kiçik qan dövranında olur. 2 olacaq. 3-ə baxaq. Qaraciyər sorusu. Qaraciyər sorusu, yəni bu insanın insan bunun əsas sahibi idi və insanın qaraciyərində olurdu. Qaraciyərə də keçə bilərdi bu. Elə bağırsaqdan keçə bilərdi qaraciyərə. Yəni ona görə də bu sadəcə böyük qan dövranda ola bilər, kiçik qan dövranda olmayacaqdır. Öküz soliteri yenə də insan bunun əsas sahibidir. İnsanın nazik bağırsağında yaşayır, yumurtalarını da elə nazik bağırsaqdan xaric edir. Yəni bu inkişaf siklində insanda qan dövranda olmasından danışmırıq. Uşaq biz quyruğu uşağın ansunun ətrafında yumurtalarını qoyur, bağırsağında yaşayır. Yəni bu da inkişaf siklində ancaq bağırsaqda göstərir, qan dövranında danışmırıq. Ankilostoma insanlar ağız və dəri vasitəsilə yoluxur. Tutaq ki, deyək ki, dəridən keçdi, dəridən gəlməlidir insanın orqanlarına. Dəridən necə gələcək? Dəridən, demək, bu dəridən qayıdan qanla gələcək insanın ürəyinə. Yəni, dəridən qayıdan qanla gəlirsə, bu insanın böyük qan dövranında olacaq. Həmçinin də ürəyə gələndən sonra ürəkdən də ağciyərə gedəcək. Ürəkdən ağciyərə gedərsə, deməli, bu həm də insanın kiçik qan dövranında olur. Yəni, həm böyük, həm də kiçik qan dövranında olacaq. Ona görə də buradan biz 6-nı da götürürük. O zaman 1, 2, 6 və bu da A bəndində verilmişdir. Müvafiq olaraq ardıcıllığı müəyyən edin. Bitkilərdə baş verən aramorfozlar, heyvanlarda baş verən aramorfozlar. Paleozoy, mezozoy və kainozoy erasına görə biz bunları böləcəyik. Deməli, bitkilərdə baş verən aramorfozlar 1, 2, 3-ə aiddir. Heyvanlarda baş verən aramorfozlar isə 4, 5, 6-ya aiddir. Cavablar içərisində də ilk 3-ü, demək, bitkilərdə baş verən aramorfozlardır. Sonraki 3-ü isə heyvanlarda baş verən aramorfozlardır. Bitkilərdə baş verənləri əvvəlcə yazaq. Və buradan da heyvanlarda baş verənləri yazarıq. Bitkilərdə baş verən aramorfozlar paleozoy erasında. Bitkilərdə triploid endosperm meydana çıxdı. A-da deyir. B-də deyir ki, tayqa və tundra əmələ gəldi. Xeyr. İlk enyarpaqlı bitkilər yarandı. İlk enyarpaqlı, bəli, bitkilər yarandı. Bu ola bilər. 2-də mezozoy erasında baş verənlər. Mezozoy erasında baş verənlər hansıdır? Triploid endosperm meydana çıxdı. Bəli, örtülü toxumlarda triploid endosperm yarandı mezozoyda. Doğrudur. O zaman 3-ə də qalır, kainozoy erasına da qalır. Demək, tayqa və tundranın əmələ gəlməsi, yəni B. Keçək indi heyvanlarda baş verən aramorfozlar, yəni 4, 5, 6-ya. 4, 5, 6-da nə deyir? Deyir ki, paleozoy erasında dişlərin ixtisaslaşması baş verdi, uçan onurğalılar yarandı, diopteklər meydana çıxdı. Bir dəqiqə. Diopteklərin meydana çıxması bu kainozoydadır. Demək, bu F-ə aiddir, bu heç. Uçan onurğalılar yarandı mezozoy erasında. O zaman 4-də də qalır dişlərin ixtisaslaşması paleozoy, bəli. İndi cavablar içərisinə baxaq. 1-ə C, A, B, demək 4, D, 5-ə, bir dəqiqə C, A, B, D, Y, F. Yəni elə A bəndi burada uyğun cavab olacaq. Canlı maddənin hansı funksiyasının əsasında reagentlər durur? Burada söhbət biokimya funksiyadan gedir. Biokimya funksiyanı reagentlər həyata keçirirlər. Onlar canlılarda olan üzvü maddələri qeyri-üzvü maddələrə qədər parçalayırlar və həmin maddələr yenidən dövrana qoşulmuş olur. Sonra 15-ci sualda hansı bitkinin endosperm hüceyrəsinin cins xromosomları XXY şəklindədir? Biz bilirik ki, yəni diploid bitkilər üzərindən deyəcəm mən bunu. Mərkəzi hüceyrə hansı ki, onun xromosom yığımı diploiddir. Haploid xromosom yığımı sperm ilə birləşir və endospermi əmələ gətirir. Burada fikir versək, 2N, yəni 2N dediyimiz diploid xromosom yığımı bu dişi bitkiyə məxsusdur. Amma erkəkdən gələn demək spermi biz N xromosom yığımı dedik. Cinsiyyət xromosomları üzərindən də baxsaq, 2 dənə X var və 1 dənə Y var. 2X deməli bu bitkidə olar. Daha doğrusu dişi bitkidə olar. Erkəkdən isə Y cinsiyyət xromosomu gələ bilər. Yəni bu uyğun ola bilər bağlı. Bu da necə olur? Demək,
Belə çıxır ki, burada erkəklər heterogametdir, dişilər isə homogametdir. Erkəklər heteroqamet olduğu üçün onlarda həm cinsiyyət xromosomu X olacaq, həm də Y olacaq. Amma dişilər homoqametdir. Onların makrosporları X cinsiyyət xromosomuna malikdir, yalnız X və həmin deməli makrosporlar mitoz bölünmə keçirir, 8 hüceyrə əmələ getirilir. 8 hüceyrənin hər birində X cinsiyyət xromosomu olur. Sonra düşeyim hissəsində bu X cinsiyyət xromosomlu hüceyrələrdən X-i mərkəzə gələrək birləşir, mərkəzi hüceyrə əmələ gətirir. Bu mərkəzi hüceyrənin xromosom yığımı 2X-ə bərabər olur. Yəni X şəklində olur. Və bu mərkəzi hüceyrədə sperm ilə birləşəndə spermin də xromosom yığımı X də ola bilər. Yəni bunların erkəklərə heteroqamet olduğu halda X də ola bilər, Y də ola bilər. Əgər X olsa spermi XXX xromosom yığımlı endosperm yaranacaq və yaxud da ki Y spermi gəlsə, o zaman XXY şəklində demək endosperm hüceyrəsi olacaq. İndi bizdən də burada XXY deyil. Dedik ki, dişilər homoqamet olsun, erkəklər heteroqamet olsun. Burada da söhbət gedir o zaman kənaf, maya sarmaşığı və LDA bitkilərindən. Yəni 1, 2, 3-dən. Qalır burada çiyələk. Çiyələkdə də dişilər heteroqamet, erkəklər isə homoqamet idi. A bəndi uyğun cavab olacaq. 16-cı suala baxaq. Aşağıdakı sxemdə valideynlərin genotipi hansı ola bilər? F1 nəslində alınan dovşanların hamısı fenotipçi eynidir. F-staz təsir mövcuddur. F1 nəslində biz görürük ki, boz dovşanlar alınıb. Valideynlər də demək bozdur. F1 nəslində də alınanlar bozdur. Bizdən nəyi soruşur buradan? Valideynlərin genotipi hansı ola bilər? Aha, valideynlər ikisi də bozdursa, buradan dəqiqə şəklə görə ikisi də bozdur. Əgər ikisi də bozdursa, gəlin bu cavabların içərisində biz məsələn elə bu B bəndini çıxaq. B bəndində görürük ki, valideynin biri ağdır. Yəni bu ağ deyil. Dəqiqindən burada görünür ki, yəni bu ağ deyil, qara da deyil. Sonra digər cavablar içərisində valideynləri seçək və biz burada nəzərdən qaçırmamalıyıq ki, alınan bütün fərdlər fenotipçi eynidirsə, yəni hamısı boz rəngdə olmalıdır. Baxaq. Gəlin A-da olan qametlərə baxaq. A-da olan qametlər valideynin biri üzr istəyirəm. Biri böyükçə, biri kiçikçə. Digər valideyn də həmçinin kiçikçə, böyükçə. Bu valideyn də kiçikçəyə malik olan qamet əmələ gətirir. Kiçikçə, böyükçə. Bu valideyn kiçikçəyə malik olan qamet əmələ gətirir. Və bunların çarpazlaşmasından C, böyükçə alınır. Kiçik C varsa, deməli burada ağ rəngdir. Amma bizə demişdi ki, bütün yəni bala dovşanlar boz rəngdə olsun. Ona görə bu doğru deyil. A bəndi uyğun cavab deyil. B də onsuz da uyğun deyildi. Keçək digərlərinə. Məsələn, burada D-də də eyni şey var. D-də də kiçik C var. Kiçik C ilə, məsələn, burada böyük A da əmələ gələ bilir. Kiçik C ilə kiçik A da əmələ gələ bilir. Digər valideyndə də həmçinin kiçik C ilə kiçik A da əmələ gələ bilir. Kiçik C ilə böyük A da əmələ gələ bilir. Bu halda istənilən halda çarpazlaşmadan kiçik C varsa biz ağ rənglər görəcəyik. Yəni bu D cavabı da uyğun deyil. Buradan gördük ki, çıxır bu cavabda. Sonra digər cavaba baxaq. C-yə baxaq. C-də C bəndində kiçik C ilə kiçik A var. Digər tərəfdə isə böyük C ilə kiçik A var. Bunların çarpazlaşmasından nə alınacaq? Bunların çarpazlaşmasından yazın bir dənə ayrı. Kiçik C ilə demək dedim ki, C bəndində kiçik A və böyük C ilə kiçik A. Buradan da alınır C, kiçik C, A. Buradan artıq qara rəng meydana çıxır. Yəni bu C bəndi də deyil. Yeganə qaldı burada E bəndi. Bütün cavabları çıxdaş eləyəndən sonra E bəndi qaldı. E bəndinə baxaq. E bəndində digər valideyn isə yalnız bir tip qamet əmələ gətirə bilər. Səhv yazdığım yerlərdən üzr istəyirəm. Aha, düzəldi indi. Burada böyük C, böyük A əmələ gətirəcək. Bu isə 4 tip qamet verə bilər. Böyük C, böyük A, böyük C, kiçik A, kiçik C, böyük A və kiçik C, kiçik A. İndi bunların çarpazlaşmasını yazsaq, 4 tip qametin çarpazlaşmasını böyük C ilə böyük A və digəri də böyük C, böyük A-dır. Çarpazlaşmasından yenə böyük C, böyük A, böyük A. Boz rəng meydana çıxacaq. Sonra digəri.
Böyük C, kiçik A-nın böyük C, böyük A, böyük C, böyük C, böyük A, kiçik A. Yenə də böyük C-nin böyük A varsa boz rəng meydana çıxacaq. İndi kiçikləri yazıram. Kiçik C ilə böyük A çarpazlaşır. Böyük C, böyük A. Böyük C, kiçik C, böyük A, böyük A. Yenə böyük C-nin böyük A varsa boz rəng meydana çıxacaq. Və nəhayət sonuncu qameti yazaq. Sonuncu qametdə kiçik C ilə kiçik A-dır. Yenə də böyük C ilə böyük A var yanında. Buradan da alınacaq böyük C, kiçik C, böyük A, kiçik A. Yenə böyük C ilə böyük A olduğuna görə boz rəng olacaq. Buradan belə çıxır ki, sadəcə E bəndində bütün hallarda, yəni yazdıq biz bunu artıq, bütün hallarda boz rəng meydana çıxır. Yəni bütün hallarda böyük C və böyük A genləri demək bir fərdə düşə bilir. E bəndi uyğun cavab olacaq. 17-yə baxaq. 17 deyir ki, aşağıdakı sxemdə karotipi təsvir edilən insan haqqında verilən fikirlərdən hansı doğrudur? Burada baxaq ki, 18-ci xromosom işarətlənir və 18-ci xromosomda bir dənə artıqlıq var. Və əgər 18-ci xromosomda artıqlıq varsa, bu Edward sindromudur. Edward sindromu da bizə E bəndində verilmişdir. Hansı rəqəmlə verilən hissələr zədələndikdə insanın yaddaşı itə bilər? İnsanın yaddaşı alın və gicgah payları zədələndikdə itə bilər. Alın və gicgah payları 1, alın və 4 gicgah payları. 1, 4, yəni C bəndə uyğun cavab olacaq. Sonra 19-cu sualda. Aşağıdakı bir ailə üzvlərinin qan qruplarının fenotipi göstərilmişdir. Ananın deməli qan qrupunda fenotip A-dır, atanın qan qrupunda isə fenotip 0-dır. Aha, baxaq indi görək nə deyir. Bu ailədə doğulacaq 4-cü uşağın A qan qrupuna malik bir qız olma ehtimalı neçədir? Baxaq. Ananın qan qrupunda fenotip A-dırsa, deməli 3-cü qan qrupudur. Ya A0-dır, ya da AA-dır. Atanın qan qrupunda isə fenotip 0-dır, yəni sadəcə 1-ci qan qrupudur. Baxaq. Bu ailədə doğulacaq 4-cü uşağın A qan qrupuna malik qız olma ehtimalı neçədir? Oğlanlara baxaq. Oğlanlarda demək, yəni bu oğlanlarda 0 qan qrupu özünü biruzə verir, 0 fenotipli qan qrupu. Əgər 0 qan qrupu fenotipli qan qrupu burada özünü biruzə veribsə, bu zaman belə görünür ki, ana həmin əlamətə görə heterozigotdur. Bir dəqiqə. Aha. Demək, davam edək. Demək, 0 qan qrupunun oğlanlarda fenotipcə üzə çıxması üçün ana dedi ki, heterozigot olmalıdır. Yəni, anada A0-dır qan qrupu, genotipi. O zaman bunu pozuram. Və yazaq. Görək, bu ikisinin çarpazlaşmasından hansı qan qrupları meydana çıxa bilər. A0, 0, 0. A0, A0, 0, 0, 0. 2də 1 ehtimalla və yaxud da ki, başqa üstündən bunu 4də 2-dir. Yəni, mən bunu indi 2də 1 ehtimal deyirəm də. 2də 1 ehtimalla A qan qrupu övladlarda meydana çıxa bilər. 2də 1 qan qrupu ehtimal. Amma bir də deyil ki, bu övladın qız olma ehtimalı neçədir? 50% ehtimalla bu qız ola bilər, 50% ehtimalla oğlan ola bilər. Yəni 2də 1 ehtimalla qız, 2də 1 ehtimalla oğlan ola bilər. O zaman aldığım rəqəmi bir də 2də 1-ə vururam. Bu da edir 4-dən 1 ehtimal. 4də 1 ehtimal da bizə C bəndində verilmişdir. 20-ci sual. Yanlış ifadəni seçin. Konservatlar. Konservatlar haqqında yanlış ifadə. Xarici mühitdən bəzi maddələri uda bilib. Bəli, doğrudur, uda bilib. Böyüyə bilib, kiçik damcılara ayrıla bilib, xarici mühitdə bəzi maddələri xaric edib, bəli. Bütün bunlar demək canlılara məxsus o ifrazat, böyümə kimi xüsusiyyətləri özündə əks etdirir. Amma özünü törədə bilmirdilər. Ona görə E bəndə burada yanlış fikir olacaq. X plus Y plus Z ifadəsinin qiymətini tapın. İnsanın bir somatik hüceyrəsinin bölünməsi zamanı profaza mərhələsində xromosom sayı. Biz burada diploid hüceyrə haqqında danışacağıq və diploid hüceyrələrdə demək profaza mərhələsində xromosom sayı. Profaza mərhələsində xromosomların sayında bir fərq olmur, amma profazadan, yəni ümumiyyətlə bölünmədən əvvəl interfaziya getdiyinə görə xromosomlar iki xromatidli olacaqlar, yəni 2 n 4s olacaq. Həmçində DNT-nin də miqdarı 4D ilə göstərə bilərik. O zaman demək bizdə profaza sayı, daha doğrusu xromosom sayı x bərabərdir 2n olacaq.
Sonra metafaza mərhələsində DNT zəncirlərinin sayı. Metafaza mərhələsində də bu rəqəmlərdə bir fərq yoxdur. DNT 4D demişdik. Zəncirlərin sayı isə hər bir DNT molekulu 2 zəncirli olduğuna görə vururuq 2-yə və tapırıq ki 8D. Demək Y-in qiyməti 8D-yə bərabər olacaq. Sonra anafaza mərhələsində xromosom sayı, artıq anafaza mərhələsində xromosom sayı 2 dəfə artmış olur. Çünki hər bir xromosom bir-birlərindən ayrılıb, qütblərə çəkilib və onlar demək sayı bu zaman 2 dəfə artmış olur. Hər bir xromatid, çünki hər sərbəst bir xromosomdur. Xromatidlərin hər biri sərbəst bir xromosom olduğuna görə artıq xromosom sayı 2-yə yox, 4-yə olacaq və Z-in də qiyməti o zaman 4-yə bərabər olacaq. İndi bizə nə deyir? Bu üçünün cəmin tapmağımızı istəyir. Uzaq bu hissəni. 2-yə insanda 46-dır. İndi 8D-yə baxaq. 2-yə 46-dırsa 8D-də bundan 4 dəfə çoxdur da. Vururuq 4-ə. Olur neçə? 160, yox. 184. 184. 4N. 4N isə 92-yə bərabərdir. Bu üçün cəmləyəndə nə alırıq? Demək 184-ün üstünə 46-nı gəlsək, 230, bu da 92. 322. 322 də bizə A bəndində verilmişdir. Yəni, 21-ci sualda cavab A bəndi olacaq. Keçək 22-ci suala. Yanlış mülahizəni seçin. Hamilə qadın orqanizmində cift müvəqqəti daxili sekresiya vəzi rolunu oynayır. Bəli, cift müvəqqəti daxili sekresiya vəzidir. Doğrudur. 7 ay hormon ifraz edir. 4-cü ayından başlayır hormon ifraz etməyə və 6 ay hormon ifraz edir. Bu yanlışdır. Üstə deyir ki, follikulun yerində yaranan qarışıq sekresiya vəzidir. Qarışıq sekresiya vəzidir, amma follikulun yerində yaranmır, uşaqlıqda yaranır. Follikulun yerində yaranan sarı cisim idi. Sonra 4-də deyir ki, göbək ciyəsi vasitəsilə dölə birləşir. Doğrudur. 5-də deyir ki, əmələ gəldikdən sonra döl dövrü başa çatır. Xeyr, bu yanlışdır. Demək, hansılar düz oldu? Sadəcə 1 və 4 düz oldu. Bir dəqiqə. 3 doğru idi ki. Yanlış lazımdır bizə. Yanlış. 2, 3, 5. 2, 3, 5. Bu da A bəndində verilmişdir. Şəklə əsasən verilən fikirlərdən hansı doğrudur? Demək, A-da deyir ki, 2-də karbohidratlar parçalanır. 2 haradır? 2 mədədə. 2-də mədədə karbohidratlar parçalanmır. Süd zülalları və süd yağları parçalanır. Bu yanlışdır. B haqqında deyir ki, daha doğrusu B-də deyir ki, 4-də qlükozanın artığı glikogenə çevrilir. 4 qaraciyərdə doğrudur. Bizə də elə doğru lazımdır da. Yəni, o zaman B bəndi doğru cavab oldu. Amma digərlərinə də baxaq. Digərlərində deyir ki, 3-də sellulozanın bakterial parçalanması baş verir. 3-də. 3 nazik bağırsaqdır. Xeyr, olmayacaq. D-də deyir ki, 1-də süd yağları parçalanır. Bir ağızda süd yağları parçalanmır. O mədədə baş verir. 5-də deyir ki, turş qida horrasını neytrallaşdırır. Demək, turş qida horrası yoğun bağırsaqda neytrallaşmır. Bu neytrallaşır nazik bağırsaqda. Ona görə bu da yanlışdır. Sonra hansı bənddə uyğunluq pozulmuşdur? Uzaq hibridləşmə və əmələ gələn orqanizm. Buğda çoxdar. Demək, tritikalilə əmələ gətirir. Bu doğrudur. B-də deyir ki, buğda ayrıqota çoxillik buğda doğrudur. Ağ balıq cökə. Burada ropşa verib, amma bester olmalıdır. Demək, elə yanlış olan budur. Digərlərində də ateşək qatır, arxarmerinus doğrudur. Glioma. Glioma, deməli, şişdir. Gliomadır, nevrinomadır, neyrosarkomadır. Bunlar ümumiyyətlə sinir toxumasına aid olan şişlərdir. Sinir toxumasının şişləridir və burada sinir toxumasının da şişi bir dənə E bəndində verilmişdir. Deməli, ilə cavab E bəndi olacaq. Sinir toxumasının xoş xassəli şişidir. Sonra, Vavilova görə mədəni bitkilərin müxtəliflik və mənşə mərkəzi verilən bitki hansı ola bilər? X-in yerinə uyğun gələn. Yəni, bitkinin yerinə uyğun gələn hansı ola bilər? Verib burada ananas, bəli, uyğun olacaq. Kakao verib, kakao Mərkəzi Amerikadır, uyğun deyil. Sonra dənlik sarğı Həbəşistan mərkəzidə, bu da uyğun deyil. Yer fındığı uyğun olacaq. Sonra tütün Mərkəzi Amerikadır, uyğun deyil. Kartof isə olacaq yenə. Ona görə 1, 4, 6 bu da A bəndində verilmişdir.
Verilmiş qrafikdə maddələrin cansız təbiətdən canlı təbiətə axımını təmin edən canlılar hansı rəqəmlərlə göstərmişdir? Cansız təbiətdən canlı təbiətə keçir. Deməli, burada avtotrop orqanizmlərdən söhbət gedir və ya başqa sözlə prosentlərdən söhbət gedir. Prosentlər də biokütləcə ən böyük olanlardır. Yəni bunu biz piramida qaydasından da göstərsək, piramida ilə də piramidada biokütləcə ən böyük olan prosentlər idi. Yəni biokütləcə burada ən böyük olan da 4-dür. Bu da D bəndində verilmişdir. Öksüz toxumlarda tozcuğun əmələ gəlməsi zamanı meyoz bölünməyə məruz qalır. Spermi. Xeyr, spermilər özləri bölünmə nəticəsində əmələ gəlir. Meyoz bölünməyə məruz qalmır. Makrospor. Ümumiyyətlə tozcuğun əmələ gəlməsində makrospor iştirak etmir. Bu yumurta hüceyrənin əmələ gəlməsində iştirak edə bilər. Yanlışdır. Rüşeym kisəsindəki ana hüceyrə xeyr. Yenə də rüşeym kisəsi dişiyə məxsusdur. Burada isə söhbət tozcuqdan, yəni erkəkdən gedir. Mikrospor. Mikrosporlar yox. Çünki burada əslində ana tozcuq hüceyrəsidir cavab. Tozluqdakı ana tozcuq hüceyrəsi meyoz yolundan bölünür. 4 ədəd mikrospor əmələ gətirir. Sonralar mikrosporun hər biri 2 qatlı qılafla əhatə olunaraq tozcuq dənələrinə çevrilir. Bölünərək yox, 2 qatlı qılafla əhatə olunaraq tozcuq dənələrinə çevrilir. Və tozcuq dənələrinin deyir əvvəlcə nüvəsi 1 ədəd olur. Sonra onların nüvəsi bölünür 2 yerə. Vegetativ və generativ nüvə. Bu bölünmədə yenə də mitoz yolundandır. Yəni burada meyozdan sonra təkrar bir də meyoz getmir, mitoz gedir. Sonradan isə generativ nüvə yenidən bir mitoz keçirir və 2 ədəd spermiyə çevrilir. Yəni burada meyoz bölünməyə məruz qalan nə oldu? Ana, demək tozcuq hüceyrəsi oldu ki, bu da E bəndində verilmişdir. Hansı canlıların embrional inkişaf dövrü ana orqanizmdən başlayaraq xaricdə tamamlanır? Aha. Demək ki, suda, quruda yaşayanlar. Bunlar ümumiyyətlə mayalanma xaricidir. Bunlar deyil cavab. Yumurta qoyan məməlilər və quşlar. Bunların hər ikisində ümumiyyətlə mayalanma gedir ana bətnində. Yəni yumurtalıq borularında mayalanmaya məruz qalırlar, ziqot əmələ gəlir. Hətta ziqot bir neçə bölünmə də keçirir. Amma bunun inkişafını davam etdirməsi üçün hökmən xarici mühitə yəni çıxması vacibdir. Xarici mühitdə məsələn quşdursa, quş bunun üzərində kürt yatır və ya ki, xüsusi inkubatorlarda bədən temperaturunun bir qədər yüksək bir temperaturda və həmçinin də xüsusi bir nəmli bir mühitdə həmin yumurta hüceyrələrdə embrionun inkişafı başlayır. Yəni embrionun inkişafı xaricdə başlayır. Baxmayaraq ki, hələ ana yumurtalıq borusunda mayalanma baş vermişdi, ziqot əmələ gəlmişdi. Ona görə bu iki cavabın ikisi də çıxır. Sonra gəldi plasentalı məməlilər. Plasentalı məməllər deyil, ana bətnində boruda başlayır, ana bətnində, yəni daxildə tamamlanır ümumiyyətlə. Amma kisəli məməlləri götürsək, kisəli məməllərdə bəli, embrionun inkişafı başlayır ana bətnində. Sadəcə onların plasentaları çox zəif inkişaf etdiyinə görə onlar balaları çox kiçikkən dünyaya gətirirlər və həmin bala düşür kisəyə və kisədə xüsusi şəraitdə o öz inkişafını davam etdirir və bir neçə aydan sonra artıq yəni normal inkişaf etmiş bir bala kisədən xaric olunub öz inkişafını yəni davam etdirə bilir. Düzdür, o təhlükə hiss eləyəndə yenidən kisəyə qayıdır, amma ümumən yəni xaricdə də davam elətdirə bilir. Ona görə burada E bəndi uyğun cavab olacaq. Aşağıdakı sxemdə sağlam bir insana aid nefron hissələri verilmişdir. Sxemə əsasən verilən fikirlərdən hansı yanlış olacaq? Baxaq. Demək, burada deyir ki, birincidə 4 nömrəli hissədə qan zülalına rast gəlinməz. 4 nömrəli hissə hansı hissədir? 4 nömrəli hissədə, bəli, qan zülalına rast gəlinməz. Doğrudur. Yəni, normal halda burada qan zülalı olmaz. Çünki burada sağlam insan deyir. Sağlam insanda, Henle ilcəyində qan zülalına niyə rast gəlinsin ki? O halda olardı ki, məsəl üçün, böyrək kapsulunun divarına və ya ki, kapilyarlarda bir zədələnmə olsun, orada maddə sıza bilsin. Ona görə bu uyğun cavab deyil. Yanlış deyil. Bizə də yanlış lazım olduğu üçün bunu götürəcəyik. Yox, bir dəqiqə. Gəlinməz deyir. Gəlinməz deyir, götürməyəcəyik. Sonra 2-də 1 və 3 nömrəli hissədə mayenin tərkibi eynidir. 1 və 3 nömrəli hissədə. Xeyr, biri sidikdir, biri isə qandır. Yəni, bunların tərkibləri sağlam insanda eyni ola bilməz. Bu da yanlışdır. Sonra yanlışdır və biz bunu götürəcəyik. Sonra 3-də deyir ki, 2 nömrəli hissədə qlikozaya rast gəlinir. 2 nömrəli hissədə, bəli, qlikozaya rast gəlinir. Doğrudur bu. Götürməyəcəyik. 4-də deyir ki, 3 nömrəli hissədə sidik cövhəri miqdarı 5 nömrəli hissədən çox olur. 3 nömrəli hissədə sidik cövhərinin miqdarı
5 nömrəli hissədən çox olur. Bu yanlışdır. Niyə? Burada bir nefronun demək henləyəcəyidir. Burada silik cövhəri bir nefrona məxsusdur. Amma 5 silik toplayıcı borucuqdur. Bura bir neçə nefronun, yəni axarı açılır. Ona görə təbii ki, 5-də silik cövhərinin miqdarı daha böyük olacaq. Ona görə bu da yanlışdır və biz bunu götürəcəyik. Belə çıxır ki, biz 2-ni və 4-ü götürdük. 2 və 4 də C bəndində verilmişdir. Eyni xromosom üzərində A, B, C, D genlərinin Krasnov ehtimalları aşağıdakı kimidir. A, B arasında 40%, AC arasında 30% və s. belə azalır. Sonra deyir ki, buna görə D və B genləri arasındakı Krasnov ehtimalı necədir? Biz bunu tapmalıyıq. Əvvəlcə onu deyək ki, genlər bir-birlərindən nə qədər uzaq yerləşərsə xromosomlarda, onların arasında Krasnov ehtimalı bir o qədər böyük olar. Görək A, B genlər arasında Krasnov ehtimalı ən böyükdür. Deməli, bunlar bir-birlərindən xromosom üzərində ən geniş yerləşirlər. Yəni uzaq məsafədə yerləşirlər. Və biz bunu yazaq belə. Ta ki, A buradadır, B buradadır. Bunların arasında ehtimal 40%-dir. Sonra bunlardan bir qədər az məsafədə A və D-dir. Yəni az ehtimal daha doğrusu A və D-dir. Demək, bunlar da nisbətən yaxın yerləşirlər A-la D-nin arasında. B-yə nisbətən yaxın yerləşir. Ən azı bir nöqtədə yerləşir. Tutaq ki, burada yerləşdirim. Sonra baxaq, A və C genləri arasında 30%-dir. Bir qədər də yaxınlaşdırım C-ni. A-ya 30%. Sonra C və B genləri arasında 10%-dir. Aha, deməli A ilə C-nin arasında 30%-dir. C ilə B-nin arasında 10%-dir. Sonra nə demişdim? A ilə C-nin arasında da C ilə B-nin də arasında dedik 10%-dir. Aha. Sonra indi deyək ki, A ilə D-nin arasında 35%-dir. A ilə D-nin arasında 35%-dir. Demək, A ilə C-nin arasında 30 idi, A ilə D-nin arasında 35 desə, deməli, buradakı ehtimal da 5%-dir. Bunu da verib. C və D arasında da 5% verib. Buna görə D və B genləri arasındakı Krasnov ehtimalı neçədir? Əgər C-dən B-yə qədər 10%-dirsə, C-dən B-yə qədər 10%-dirsə, C-dən D-yə qədər 5%-dirsə, deməli elə bu ehtimalda, yəni D və B genləri arasında olan bu ehtimalda, bu da 5%-ə bərabərdir. 5% də bizə E bəndində verilmişdir. Sonra verilənlərə əsasən aşağıdakı fikirlərdən hansı yanlışdır? Birdə bir nömrəli orqanın sidik cövhərə əmələ gəlir. Bəli, bir nömrəli orqan qaraciyərdir. Qaraciyərdə demək amoniak sidik cövhərinə çevrilir. Ona görə bu doğrudur. Yanlışı bizdən soruşur. Bu isə doğrudur. Götürməyəcəyik. B-də deyir ki, 5 nömrəli orqanda öd sintez olunur. 5 nömrəli orqan nə idi? Öd kisəsi idi. Öd kisəsində sintez olunmur. Öd qaraciyərdə sintez olunur. Sadəcə öd kisəsində toplanır. Ona görə elə bu yanlışdır. 32-də B bəndi yanlışdır. Amma davam edək digərləri ilə. C-də deyir ki, 4 nömrəli orqanda həm hormon, həm də ferment sintez olunur. 4 nömrəli orqan bəli, mədə-altı vəzdir, qarışıq sekresiya vəzdidir. Doğrudur bu. D-də deyir ki, 3 nömrəli orqanda ferment sintez olunur. Həzm fermentləri bəli, nazik bağırsaqda sintez olunur, doğrudur. E-də deyir ki, 2 nömrəli orqana simpatik və parasimpatik sinirlər gəlir. 2 nömrəli orqana bəli, mədəyə həm simpatik, həm də parasimpatik sinirlər gəlir. Simpatik zəiflədir fəaliyyətini, parasimpatik isə gücləndirir. Ona görə bu da doğrudur. 33-ə baxaq. İnkişaf səviyyəsi baxımından bilavasitə aşağıdakı ardıcıllığa əsasən verilən ifadələrdən hansı doğrudur? Demək, başlanğıc alıblar bir-birlərindən. Yox, hansı yanlışdır? Yanlışı soruşur. X homohabilisə başlanğıc verir. Homohabilisdə Y-ə. Demək, X nə ola bilər? Homohabilisə başlanğıc verən avstralopteklər. Demək, demişdik ki, avstralopteklərdən bəziləri özlərini müdafiə etmək üçün müxtəlif alətlərdən istifadə etdilər, yəni yaratdılar. Həmin alətləri də yaradanlara alimlər, yəni homohabilis, bacarıqlı insanlar adlandırırdılar. Əgər X avstraloptekdirsə, o zaman baxaq. Avstraloptek. Homohabilis və o zaman Y-də olacaq homohabilisdən başlanğıc alan ən qədim insanlar. Ən qədim insanlar. Sonra baxaq. X canlısı indi yanlışı soruşdu bizdən. X canlısı piteklərə aiddir.
X canlısı bəli biteklərə aiddir, doğrudur, meymunlara aiddir. Y canlısının insanın birinci inkişaf mərhələsinə aiddir. Y canlısı ən qədim insan, bəli, insanın birinci inkişaf mərhələsinə aiddir, ən qədim insanlar. Sonra C-də deyir ki, X canlısı gorilla ilə eyni canlıdan başlanğıc götürüb. Gorilla, şimpanze və avstraloptek. Bunlar üçü də eyni canlıdan, trioptekdən başlanğıc götürüblər. Ona görə bu da doğrudur. D-də deyir ki, Y canlısının qalıqlarına Avropada rast gəlindi. Y canlısı ən qədim insanlarda, ən qədim insanların bəli qalıqlarına Avropada rast gəlindi. Doğrudur. D bəndi doğrudur. Sonra da deyir ki, E-də X canlısının bilavasitə əcdadı parapteklərdir. X canlısının bilavasitə əcdadı triopteklərdir. Parapteklər deyil. İndi dedik biraz əvvəl bunu. Ona görə bu E bəndi burada yanlış olacaq. Sonra Dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılan tetraploid bitkinin endosperm hüceyrəsinin xromosom sayı 80-ə bərabərdir. Dölsüzlük aradan qaldırıldıqdan sonra 80-ə bərabərdirsə, aradan qaldırılmamışdan xromosom sayı 40-a bərabər olardı. Və mərkəzi endosperm hüceyrəsi necə yaranır? Ana bitkinin mərkəzi hüceyrəsindən, diploid xromosom yığımı mərkəzi hüceyrəsindən elçəyin spermisindən mayalanmasına. Spermisi də haploid olur. Sadəcə burada haploid indi N-lə işarə etmirəm, qarışdırmamaq üçün M-lə işarət edirəm onu. Yəni bu da haploid xromosom yığımını ifadə edir. Əgər bu hibridi əmələ gətirən elçək bitkinin spermisində autozom xromosom sayı 11 olarsa, əgər spermidə autozom xromosom sayı 11-dirsə haploid yığımda, o zaman ümumiyyətlə xromosom sayı 11 plus 1 olacaq. Bir dənə də cinsiyyət xromosomunun üzərinə gələcək. Edəcək qiymət 12. O zaman 40 bərabərdir, 2n üzərinə gəl. 12. Buradan çıxır ki, 2n-in qiyməti, yəni mərkəzi hüceyrənin xromosom yığımının sayı 40 çıxımı 12, yəni 28-ə bərabərdir. Əgər 2n 28-ə bərabərdirsə, o zaman ana bitkinin yumurta hüceyrəsi 14 xromosoma malik olacaq. İndi bizə deyir ki, ikiqat mayalanmada iştirak edən qametlərin xromosom saylarının cəmi neçə olur? Bir dənə yumurta hüceyrə iştirak edir, onun da xromosom yığımı 14-dür. 2 dənə də sperm iştirak edir. Spermlərin xromosom yığımlarının cəmi 12-yə bərabərdir. Üzr istəyirəm. 12 vurulsun 2, 24-ə bərabərdir. O zaman 24 plus 14, bu da edəcək 38. 38 də A bəndində verilmişdir. Yəni A bəndi burada uyğun cavab olacaq. Keçək növbəti 35-ci suala. Hamiləliyinin 8-ci ayında olan 2 ana həkim müayinəsinə keçir. Doppler cihazı vasitəsilə ultrasəs müayinəsi zamanı hər iki ananın uşaqlıqlarında olan əkiz uşaqlarının yalnız birinin somatik hüceyrəsində 24 xromosom müxtəlifliyinin olduğu müəyyən edilir. Deməli 4 dənə burada 4 göstərilir. Onlardan sadəcə biri 24 xromosom müxtəlifliyinə malikdir. O 24 xromosom müxtəlifliyi də hansı cinsdə olacaq? Elçəklərdə olacaq. Yəni onlarda demək 44 autosom, 2 dənə də cinsiyyət xromosomu olur və cinsiyyət xromosomları da fərqli olduğuna görə xromosom müxtəlifliyi elçəklərdə 24-ə bərabər olur. Və deyir ki, Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. A əkizi, B əkizi. A əkizində görürük ayrı-ayrı ciftlər var. Demək, bunlar müxtəlif yumurta əkizlərdir. B əkizlərində isə ümumi bir cift var, 2 əkizi. Bu da onu göstərir ki, onlar eyni yumurta əkizləridir. Demək, A əkizi müxtəlifdirsə, A-da biri oğlan, biri qız olsun. Biri qız, biri də oğlan olsun. B-də isə ikisi də eyni cinsli olsun. İndi bizə eyni cinsli ikisini də qız götürə bilərik. Çünki oğlan bir dənədir. Sonra görək indi bunlar haqqında nə deyir bizə? Deyir ki, əmələ gəlməsində 4 qamet iştirak edir. Əmələ gəlməsində 4 qamet iştirak edir. Bu müxtəlif yumurta əkizlərində olur. 2 döl, hələsi də 2 spermatozit və 2 yumurta hüceyrənin birləşməsindən yaranır. Buna görə də bunların əmələ gəlməsində 4 qamet iştirak edəcək. Yəni bu ifadə, birinci ifadə müxtəlif yumurta əkizlərinin, yəni A-ya aiddir. Sonra 2-də deyir ki, cift sayı döl sayına bərabərdir. Cift sayı döl sayına bərabərdirsə, bu ifadədə yenə də müxtəlif yumurta əkizlərdə bərabərdir. 2 cift var, 2 döl var. 3-də deyir ki, göbək cihazı sayı döl sayına bərabərdir. Bu istənilən halda belədir. Ona görə bunu ortaq tərəflərini yazırıq. 4-də deyir ki, döl sayı cift sayından çoxdur. Bu B-yə aiddir. 1 cift və 2 demək döl var. 5-də deyir ki, cinsiyyətcə eynidirlər. Bu da B-yə aiddir. Yəni bunlar eyni yumurta əkizlərdir. İkisi də qızdır. Bu da 5. Aid oldu deməli birinciyə 1, 2.
ikinciyə 4, 5, üçüncüyə də 3. Bu da A bəndində verilmişdir. A bəndi burada uyğun cavab olacaq. Baxaq. 36-cı sual kütləsi 13904 qram olan bir zəncirli zülal molekulunun radikalların kütləsi 6774 qramdır. Bu molekullar radikalsız hissələrdə karbon ilə oksigen atomları arasında olan rabitələrin cəmi neçə olur? Radikalsız hissədə deyilsə, onda biz gəlin zülalın ümumi kütləsindən radikalsız hissənin kütləsini, daha doğrusu radikalların kütləsini çıxaq, görək radikalsız hissə nə qədər qalır. Buradan çıxsa, qalır demək 0, 3, 1, 7. 7130 qaldı. Və 7130 radikalsız hissənin kütləsidir. Radikalsız hissədə demək amin turşularından o demək suyun ayrılaraq bir-birlərinə birləşdirdikləri və pepsid rabitə əmələ gətirdikləri hissələrdir. Radikalsız hissələrdə bunlarda kütlə 74 AKV-yə bərabərdir. Yəni sərbəst halda. Amma zülal zənciri daxilində bunlar birləşirlər, bir-birlərinə peptid rabitə əmələ gətirir və bunların arasında su molekulu ayrıldığı üçün bunların kütləsi azalır. Demək, birinci amin turşusu, demək, bir də onu yazaq. Zəncir əmələ gələrkən buradan hidroksil qrupu qopur. Hidroksil qrupu qopur və kütləsi, yəni radikalsız hissənin kütləsi, bax bu hissə azalır, demək 17 AKV. 17 AKV azalır. 74 olmalı idi, azaldı. Artıq 74-dən 17-ni çıxanda qalır 57. Qalır 57. Sonuncu isə Sonuncu isə buradan hidrogen qopur. Hidrogen qopur və 1 AKV azalır. O zaman da onun kütləsi olur nə qədər? Yəni 1 qram deyim deyilə. 1 qram azalır, olur nə qədər? 74-dən 1-i çıxanda qalır 73. Amma ortadakılar, bunlar həm NH-dan hidrogen qopur, həm də bu hissədən hidroksil qopur. Deməli, 1 buradan azalır 1 qram, 17 qram da buradan azalır, 18 qram azalır. 74-dən də 18-i çıxanda qalır 56. Artıq buradan bizə 18-i çıxanda qalır 56. Artıq buradan bizə bəlli oldu ki, birinci amin turşusunda radikalsız hissə birləşəndən sonra qalacaq 57, ortadakılar 56, ən sonuncu isə 73 qalacaq. İndi bizim əlimizdə olan 7130 rəqəmindən biz çıxırıq birinci amin turşusunun radikalsız hissəsinin kütləsini. Çıxırıq birinci amin turşusunun radikalsız hissəsinin kütləsini, yəni 57. Bəs bir də sonuncunu. Bu ikisinin cəmini çıxırıq. Burada qalır bizim əlimizdə 7000. 7000 rəqəmi qaldı. Sonra bu 7000-i bölürük ortadakıların kütləsinə. 56-ya. Buradan qalır deməli nə? Buradan qalır, bir dəqiqə mən bunu kalkulyatordan böləcəm. Siz də istəsəniz özünüz bölərsiniz. 7056-ya bölüm. Qaldı 125. 125 ortadakı amin turşularının sayıdır. Əvvəlində və sonunda da bir dənə 127-dən olur. İndi bunun əslində bizdən bunu soruşmur. Heç bunun sayı da lazım deyil. Birinci amin turşusunda dedik ki, sadəcə demək qopan hissə nədir? Birinci amin turşusunda karboksil qrupundan OH qopur. Karboksil qrupundan, ümumiyyətlə hamısında da, yəni sonuncudan başqa hamısında bu karboksil qrupundan bu hidroksil hissəsi qopur. Artıq həmin amin turşularının hər birində karbon və oksigen arasında 2 dənə rabitə qalır. Ən sonuncusunda isə karboksil qrupu olduğu kimi qalır. Çünki o zəncirə NH2 tərəfdən birləşirdi və buradan hidrogen ayırmaqla birləşirdi. NH2 tərəfdən hidrogen ayırmaqla birləşirdi. Ona görə orada karboksil qrupundakı rabitələrin sayında bir fərq eləmir. Bizim əlimizdə neçə dənə amin turşusu vardı? 127 dənə amin turşusu vardı. Onun 126-sında demək 2 dənə rabitə qaldı. Ən sonuncusunda isə bütün rabitələr olduğu kimi yerində qaldı. Yəni 3 dənə rabitə var, 3-ü də yerində qalıb. Biri bu, biri də bu. 3 dənə rabitə yerində qalıb. Oldu neçə? 252, onun da üzərinə 3-ü gələndə oldu 355. 255 dənə rabitə. 255 də bizə verilib, demək, D bəndində. Yəni cavab burada D bəndi olacaq.
Sxemdə bir kişidə X və Y xromosomları üzərində yerləşən bəzi genlər verilmişdir. Aha. Baxaq burada. X və Y xromosomlarının homoloji sahələri vardır. Yəni həm X-lərin Y-də olan sahələr vardır. Bu sahələr həm kişilərdə, həm də qadınlarda eyni dərəcədə özünü büruzə verə bilər. Amma homoloji olmayan sahələrdə, məsələn X xromosomunun da və ya da Y-in də homoloji olmayan sahələrində olan genlər vardır ki, bunlar artıq ya kişidə özünü büruzə verə bilərlər, ya da qadında. Verilənlərə əsasən yanlış fikri seçin. M geni ilə daşınan əlamət həm oğlan, həm də qızlarda müşahidə edilir. Həm oğlan, həm də qızlarda müşahidə edilir kiçik M geni. Bəli, çünki homoloji sahədədir, həm X-də var, həm Y-də var. Qız atadan X alacaq, oğlan da atadan Y alacaq. Ona görə də, yəni hər ikisində olduğuna görə həm oğlanlarda, həm də qızlarda özünü büruzə verəcək. B-də deyir ki, T geni ilə daşınan əlamət yalnız qızlarda müşahidə olunur. T geni ilə böyük T ilə daşınan əlamət yalnız qızlarda müşahidə olunur. Doğrudur. Çünki X-in homoloji olmayan sahəsindədir. Qız da atasından böyük T-ni ala biləcək. Çünki homoloji olmayan sahəsində olacaq. Və yalnız qızlarda özünü göstərəcək. C-də deyir ki, bu şəxsin oğlu Z geninin daşıdığı əlamətə malik olur. Bu şəxsin oğlu Z genini daşıdır. Bəli, çünki oğul atadan Y xromosomunu alacaq. Y xromosomunda da Z geni var. Daşıdığı əlamətə malik olacaq. F geninin daşıdığı əlamət həm qadın, həm də kişilərdə ola bilər. F geni, bəli, homoloji sahədədir. Həm qadın, həm də kişidə özünü büruzə verəcək. E-də deyir ki, L geninin daşıdığı əlamət, bir dəqiqə. Aha. Daşıdığı əlamət həm övlada, həm ana, həm də atadan keçir. L geninin daşıdığı əlamət. L hansı idi? L, aha. Yox, həm atadan, həm də anadan keçməyəcək. Çünki bu ancaq atada olan bir demək gendir. L atanın homoloji olmayan sahəsindədir və anada olmayacaq ona görə bu. Ona görə də övlad bunu ancaq atadan ala bilər. Oğlan övladları atanın Y xromosomundan bunu ala bilərlər. Ona görə də elə burada yanlış deyirsən, bizə də elə bu cavab yanlış cavabdır. Çünki hər ikisi almayacaq. Daha doğrusu hər ikisini həm atadan, həm də anadan almayacaqlar. Sadəcə atadan ala bilərlər oğlanlar. Ona görə E bəndi yanlış olacaq. Baxaq növbəti suala. Bir hüceyrələrin sintezində iştirak edən məlumat erinti ilə nəqliyyat erinti daşıdıqları amin turşuları verilmişdir. Buna görə təsvir edilən məlumat erinti ribosomundan keçərkən sintez olunan polipeptidin amin turşu ardıcıllığı aşağıda verilənlərdən hansı ola bilər? Aha, burada deməli məlumat erinti kodları və nəqliyyat erintinin antikodonları var və görürük ki, məlumat erinti ilə ümumiyyətlə nəqliyyat erinti bir-birlərinə komplementar olaraq uyğundurlar və əgər məlumat erintidə ilkin kod AU qeyd etsəm, o zaman nəqliyyat erintidə bunun qarşılığı demək olacaq necə? UAC. UAC antikodonu olacaq. UAC də hansındadır? UAC. Yəni P-də verilmişdir. Yəni başlanğıc P ilə olacaq. Bizə nə deyir ki bizə? Burada bizə deyir ki, polipeptidin amin turşu ardıcılığı hansı ola bilər? Elə P ilə başlayanda çox güman ki E olacaq, amma digər cavabları da yoxlayaq. Məsələn, ikincidə AAC-dir. AAC-nin komplementarı nədir? U, yəni S. U-S. İkinci U-S olmalıdır, yəni L olmalıdır. Bəli, elə bu cavab görünür ki, uyğun cavabdır. Çünki P-dən sonra L gəlir. Bu ardıcılıq da sadəcə E bəndində verilmişdir. Daha digərlərini yoxlamıram. Orqanizmlərin bir-biri ilə və ətraf mühitlə qarşılıqlı təsirinin öyrənilməsi hansı quruluş səviyyəsində aparılır? Bu quruluş səviyyəsi biogenetik səviyyədir. Burada həm canlıların, həm də onların ətraf mühitinə, yəni bio və geo. Bio canlı, geo isə yəni yaşadığı canlının yaşadığı yerdə. Canlının həm bir-biri ilə, həm də ki ətraf mühitinə qarşılıqlı əlaqəsi, birliyi bu səviyyədə öyrənilə bilər. Burada E bəndi uyğun cavab olacaq. 40-da deyir ki, həm zəhər, həm də çubuqlarda olur. Zəhər nədir? Virus, çubuq da nədir? Bakteriya. Yəni həm viruslarda, həm də bakteriyalarda nə olur? Nüklein turşuları. Nüklein turşuları bəli, hər ikisində olur. Doğrudur. Hüceyrəvi quruluş xeyri, viruslara aid deyil, nüvə aid deyil heç birinə. Zülallar bəli, bu hər ikisində olacaq. Hər ikisi zülala malikdir. Plazmatik membran viruslara xas deyil, çünki viruslarda hüceyrəvi quruluş yoxdur, ancaq bakteriyalarda olur. Sadəcə 1 və 4 uyğun gəldi. Bu da D bəndində verilmişdir. Aha, burada da 40-cı sualla yekunlaşdırdıq artıq 27-ci sınağı da. İnşallah ki, ümid edirəm izahlar hər biriniz üçün aydın olar. Bəyənərsiniz inşallah baxarkən videonu. Bəyənsəniz bəyənmə tuşuna basmağı, kanala abunə olmağı unutmayın. Çox sağ olun, hər biriniz diqqətiniz üçün minnətdaram.